Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Kâle el-khâmisetu ennehu teâlâ mudrikun. لأنه حي فيصح أن يدرك وقد ورد القرآن بثبوته له فيجب إثباته له أقول قد دلت الدلائل النقلية على اتصافه تعالى بالإدراك وهو زائد على العلم فإنا نجد تفرقة ضرورة بين علمنا بالسواد والبياض والصوت الهائل والحسن ve beyne idrakina leha. Allah Taala'nın sıfatı sübutiyesinden biri de ilim, qüdrət, həyat, iradə bəhsindən sonra 5-ci sifəti də Allahın mudrik olmasıdır. Allah Taala mudrikdir. Əvvələn qeyd etmək lazımdır, mudrik, yəni bizdə işlənəndə filan kəs dərk edir. Quran-Kərimdə də Allah barəsində istifadə olunur, məxsusən Allah Taala barəsində səmi, eşidən, bəsir, görən mənasında Quranda istifadə olunub. Bu Allahın idrak etməyinə dəlalət edir. Bəs Quran-ı Kərimdə və həmçinin hədislərdə də Allahın sifətlərindən biri səmi və bəsir mənası istifadə olunub. Bu Allah Taala'nın sifat-ı sübutiyyəsi kimi Allahın mudrik olması gətirilir. Allah Taala mudrikdir. Mudrikdir, yəni o şeylər ki, qabili dərkdir, Allah Taala onu dərk edir. Lakin diqqət eləmək lazımdır. Elm ilə idrak arasında fərq vardır. Elm ilə idrak arasında fərq vardır. Elm, məsələn, mən qaranın nə olmağını bilirəm. Ona elmim vardır. Ağın nə olmağını bilirəm. Qorxulu bir səs gəlir, o səsə elmim vardır. Və gözəl şeyləri dərk eləyəm, onlara elmim vardır. Bir də ki, onları mən dərk edirəm. Dərk o surətdə olur ki, məsələn, hal-hazırda mən ağlığı görürəm, o ağlıqdan bir təsəvvür zehnimdə yanar. Yəni, qüvvəyi həvas, 5 dənə həvas qüvvəsi ki var, onların vasitəsilə. Məsələn, bir şeyi hal-hazırda dadıram, hal-hazırda bir şeyi eşidirəm. O şeylər ki, hal-hazırda eşidilir, görülür və yaxud da dadılır, burada hal-hazırdakı qüvvəyi, yəni bu 5 dənə qüvvə ki, insanda vardır, bunların vasitəsilə insan bəzi şeylər ki, dərk edir. O görən vaxtda, eşidən vaxtda olunan onlardan ki, bir surət insanın zehninə gəlir, onlara deyirlər idrak. Yəni, insan onları dərk edir. Bu məna Allah barəsində mahaldır. Bu məna ki, mən işarə elədim idrak barəsində Allah Taala üçün mahaldır. Çünki insan həqiqətdə bu alətlərin görmək üçün göz alətinə ehtiyacı var. Eşitmək üçün qulaq alətinə ehtiyacı var. Dadmaq üçün dil və yaxud da ağız alətinə ehtiyacı var. Bunların vasitəsilə insan görür və yaxud da eşidir və yaxud da dadır və yaxud da ləms eləyir. Ləms eləmək vasitəsilə yumşaqlığı dərk edir. Və 5 dənə həvaslı qüvvə ki, məlumdur ki, zaiqə, samiyə, basirə və digərləri. Bəs buna əsasən insan bu alətlərin vasitəsilə dərk edir. Bu mənanı biz Allah barəsində deyə bilmərik. Allah Taala'nın bunlara ehtiyacı yoxdur. Başqa bir tərəfdən də Quran-ı Kərimdə Allaha nisbət verilib Allahın səmi olmağı, eşidən, bəsir olmağı, görən və yaxud da Allah Taala dərk eləyir, bu idrakın özü nisbət verilib. Bəs bir tərəfdən Allah Taala'nın müdrik olmağına Quran-ı Kərimdə, yəni nəqli dəlillərdə dəlillərimiz var ki, Allah Taala səmidir, bəsirdir və həmçinin mudrikdir. Başqa bir tərəfdən də insanlarda olan idraki Allaha nisbət vermək bir növ Allah üçün nöqsandır və nəqsdir, eyibdir və bir növ Allahın ehtiyaclı olmağın nəzərə çarpdırır. Bu baxımdan bir tərəfdən gərək mudrik olmağı Allaha nisbət verək, çünki Allah Taala özü Qurana nisbət verir. Başqa bir tərəfdən insanlarda olanda idraki Allaha nisbət vermək olmaz. Bəs əsli idrak sabitdir,
Lakin hansı idrak? İdraki gərək burada Allah barəsində xüsusi məna edək. Allah Taala mudrikdir, yəni dərk olunan şeylərə elmi vardır. Allah Taala səmiidir, eşidəndir, yəni alimun bil məsmuat, eşidilən şeylərə elmi vardır. Allah Taala bəsirdir, nəinki biz insanlar kimi görürük, bəlkə əlimun bil mübsərat. Allah Taala barəsində hər bir, yəni insanlar eşitmək vasitəsilə həmin şeylərə elm tapırlar. Allah barəsində görə bu qaydanı nəzərdə alaq. Xuzil qayat və trukul məbadi. Allah barəsində gərək necə deyirlər, nəticəni götürək. Allah Taala səmidir, eşidəndir. Lakin nəinki qulağın vasitəsilə, bəlkə insan eşitmək nəticəsində elm tapır bir şeyə, Allah Taala o qayətə, o nəticəyə elmi vardır. Pəs diqqət edək, Allah barəsində mudrik, səmi, bəsir, həvassın vasitəsilə deyil. Bəlkə Allah Taala o həvassın vasitəsilə ki, nəticəsi elm olur. Allah Taala elmi vardı bu dərk olunan şeylərə, eşidilən şeylərə. Hətta məsələn dadılası şeylərə də Allah Taala elmi vardı. Bilir ki, məsələn filan meyvənin dadı nədir? Buna elmi vardı. Lakin nəinki alətin vasitəsilə, məsələn dadmaq alətinin vasitəsilə Allah Taala bunu dərk eləsin. Bəs xülasə Allah Taala mudrikdir və Allahın sifət sübutiyyələrindən biri mudrikdir. Lakin bu mudriki insanda olan dərk eləmək mənasında biz qəbul edə bilmərik. Çünki onun laziməsi nəqsdir, eyibdir, ehtiyacdır. Bunu Allahda təsəvvür etmək mahaldır. Bəs hansı mənada? Bu mənada Allah Taala'nın mudrik sifətdə həqiqətdə Allah Taala dərk olunan şeylərə elmi vardır. Bəs mudrik sifətdə iradə sifəti kimi elmə qaytarılır. Lakin dəlil nədir ki, Allah Taala mudrikdir? Hansı dəlilə əsasən biz deyə bilərik ki, Allah Taala mudrikdir? Bunun da dəlili Əllamə Hilli bir dəlilə işarə edir. O da həyat dəlilin, Allahın həy olmağın həddi vəsət qərarı verir. Allah Taala həyyidir. Keçən bəslərdə isbat olundu. Hər bir həy, diri olan varlıqda mümkündür dərk eləsin. Əvvəl diqqət edək. Allah Taala mudrikdir, bu müddəa. Nə üçün? Çünki Allah Taala həyyidir. Allahın həy olmaq ki, biz qəbul edirik bu suğra. Hər bir həydə eləyə bilər dərk eləsin. Bunu da biz qəbul edirik. Həqiqətən hər bir həy mümkündür dərk eləsin. Yəni mahalı zatı deyil. Başqa bir tərəfdən də, bəs əgər Allah Taala barəsində bir şey mümkündürsə, keçən bəhslərdə isbat olunduğu kimi, bilfeil onda olmalıdır. Əgər bilfeil onda olmasa, burada o sifəti ələ gətirmək üçün başqasına möhtac olar. Bir halda ki, Allah Taala möhtac deyil. Bu demək olar ki, asan bir bəhsdir. Bunu tətbiq edək. İnşallah başqa bir Allahın sifətlərindən olan əzəli və əbədi sifətinə də işarə edərik. Qalə əl-xamisətu ənəhu təala mudrikun. Əllamə Hilli buyurur ki, Allahın sifat-ı sübutiyyəsindən 5-incisi budur ki, həqiqətən Allah Taala mudrikdir. Mudrik dərk edən. Li'ənəhu həyyun. Ağay Əllamə, hansı dəlilə əsasən deyirsən ki, Allah Taala mudrikdir? Dəlili bundan ibarətdir. Li'ənəhu həyyun. Çünki Allah Taala həyyidir. Bunu ki, qəbul edir, bəli, həyyidir. Fəyəsihən yudrikə. Hər bir həydə mümkündür dərk eləsin. Biz Allah Taala mümkündür dərk eləsin. Hər şey ki Allah barəsində mümkündür, bilfiil onda vardır. Biz Allah Taala bilfiil mudrikdir. Başqa bir tərəfdən və qad vəradəl Qur'anu bi subutihi ləhu. Artıq Qur'an-ı Kərimdə bir təhqiq varid olub Qur'andakı mudriklik sifətini isbat etmişdir Allah üçün. Əgər Qur'anda gəlmişdir, fəyəcib isbatuhu ləhu. Bəs vacibdir ki, biz mudriklik sifətini Allah üçün isbat edək. Əlbəttə doğru mənada. Bu Əllamə Hillinin qısa bəyanı və dəlili. Allah Taala mudrikdir. Çünki həyyidir. Hər bir həy eləyə bilər mudrik olsun. Bəs Allah Taala da eləyə bilər mudrik olsun. Allah barəsində hər şey mümkündürsə, bilfiil olmalıdır. Başqa bir tərəfdən ikinci dəlil də budur ki, Allah Taala Qur'an-ı Kərimdə idrak sifətini özünə nisbət vermişdir. Səmi, bəsir nisbət vermişdir. Bəs vacibdir ki, bunu biz Allah üçün nisbət verək. Əlbəttə nöqsan cəhətlərin gərək təcrid edək. Əqulu Fazil Miqdad buyurur ki, qəd dəllətid dəlailun nəqliyyətu əla ittisafihi təala bil idrak. Bir sıra dəlail-i nəqliyyə Qur'an-ı Kərimdə, hədislərdə
münacatlarda bir sıra dəlillər vardır ki, dəlalət edir nəyə? Əla ittisafihi təala. Dəlalət edir ki, Allah Taala müttəsifdir, sifətlənmişdir bil idrac. İdrac sifəti ilə. Və huvə idrac nədir? Deyir, idrac elm deyil ha. Əgər elm olsa biz keçən bəslərdə Allahın alim olmaq sifətini isbat elədik. İdrac fərq eləyir və huvə zaidun ələl ilm. Zaid burada bir mənə fərq mənasındadır. İdrac elmdən fərqli olan bir şeydir. Elm bir şeydir, idrac başqa bir şeydir. Hansı dəlillə əsasən desən elmlə idracın fərqi var? Fə inna dəlili budur. Fə inna nəcdu təfriqətən zərurətən. Biz həqiqətən fərqi, bədihi və aşkar olan fərqi görürük. Beynə elminə bis səvad vəl bəyaz və sotil hail vəl həsən və beynə idrakinə ləha. Biz zəruri və bədihi və aşkar surətdə fərqi görürük ki, bizim elmimiz qaralığa, ağlığa, qorxulu səsə və gözəl olan şeylərə olan elmimizlə onları dərk eləmək arasında olan fərqi açıq-aşkar surətdə görürük. Beynə elminə bis səvad və beynə idrakinə ləha. Yəni biz fərqi görürük ki, qaralığa, ağlığa olan elmimizlə onları dərk etməyimizin arasında fərq vardır. Elm hal-hazırda 3 gün bundan qabaq mən bir şeyi görmüşdüm, ona elmim vardı. Dərk hal-hazırda yoxdur, amma elm varımdır. Hal-hazırda qarşımda heç bir qara rəng yoxdur, amma qaralığa elmim vardı. Amma o zaman ki qaralıq qarşımdadır, qara parça, qara divar, qara paltar və hər hansı qara bir şey, bu surətdə onu görən vaxtında dərk olur. Amma elm tamam başqa bir şeydir. Elm həqiqətdə o husulu surətü şeydir. O şeyin surətinin hasil olmasıdır. O surətin hasil olmasıdır. Baxmayaq ki, hal-hazırda həvas-ı xəmsənin xaric aləminə heç bir əlaqəsi yoxdur. Lakin ona elmi vardır. Amma idrac nə vaxt olur? İdrac o vaxt olur ki, hal-hazırda görürəm, hal-hazırda eşidirəm. Sonra deyir ki, və tilkə ziyadə, biz ki dedik ki, elmlə idrac fərq eləyir, idrac zaid bər elmdir. Bu ziyadədir, bu fərq nəyə qayıdır? Və tilkə ziyadə, bu fərqlilik, bu ziyadəlik, raciətun ilə təəssürül hassə, o hiss edən qüvvənin təsir qəbul eləməyinə qayıdır. Yəni, elmdə hal-hazırda hiss qüvvəsi təsir qəbul eləmir. Elm 5 gün bundan qabaq hasil olub, hal-hazırda mən bir şeyə elmim vardır. Amma idrac qayıdır hissiyyat qüvvəsinin təsir qəbul eləmək. Yəni, hal-hazırda eşidir, görür, dadır, ləms eləyir ilə axır. Lakin bu mənanı biz eləyə bilmərik Allaha nisbət verir. Lakin dəlləti dəlailun əqliyyətu əla istihalətil həvas vəl alati aleyhi təala. Lakin bir sıra əqli dəlillər dəlalət edir ki, həvas qüvvəsi, alətlər, yəni eşitmək aləti, görmək aləti, bunları Allaha nisbət vermək mahaldır. Fəyəstəhilu zalikə zaidu əleyhi. O cürə ki, biz idrakı məna elədik, idrakı bu mənada mahaldır ki, Allah Teala'ya nisbət verək. Pəs idrakı hansı mənada Allah Teala'ya nisbət verə bilərik? Fə idrakuhu, pəs Allahın dərk etməyi, huvə ilmuhu Teala heynə izin bil müdrəkat. Allahın müdrəkat, o dərk olunan şeylərə olan elmidir. Pəs idrak, insanda olan idrakı biz eləyə bilmərik, Allah Teala'ya nisbət verək. Allahın idrakı, yəni Allahın o dərk olunan şeylərə alim olması. Amma dəlil nədir ki, gərək sifət-i sübutiyyə ünvanında mudrik sifətin Allaha nisbət verək. Bunun dəlili nə ki, Allah Teala mudrikdir? Buyurur ki, və dəlil əla sihhəti ittisafihi bihi. Dəlil bu məsələ ki, Allah Teala mümkündür müttəsif olsun bu idrak sifəti ilə. Dəlil nədir? Huvə. Dəlil budur. Dəlil huvə ma dəllə əla kunihi alimə bi kullil məlumat. Dəlil o şeydir ki, dəlalət edir ki, Allah Teala'nın bütün şeylərə, bütün məlumatlara alim olmaq dəlilidir. O nə idi? Min kuni həyyən. Keçən dərslərdə demiş Allah Teala həyyidir. Hər bir həy eləyə bilər, kulli məlumatı bilsin, bəs Allah Teala mümkündür. Allah barəsində mümkün olan şey də bil-fiil mövcuddur. Fəyəsihhu ən yudrikə. Bəs Allah Teala mümkündür ki, dərk eləsin. Bəs əgər mümkündürsə, bil-fiil dərk edir. Bu bir dəlil, dəlili əqli. Başqa Qur'andan da dəlil var. Və qəd vərədəl Qur'an bi sübutihi ləhu. Qur'anda da varid olub ki, sifət-i idrac sabit olub Allah üçün. Fəyəcib isbatuhu ilə biz də vacibdir ki, Allah üçün bunu isbat edək. Fə idrakuhu və ilmuhu bil müdrəkas. Və Allahın dərk eləməyi nəticədə
mənası budur ki, müdrəkata alimdir. Allah Taala səmidir, yəni əlimun bil məsmuat. Allah Taala bəsirdir, yəni əlimun bil mübsərat və ilə axir. Və zalikə huvel mətlub. Elə biz də bunu çatdırmaq istəyirik ki, Allah Taala dərk olunan şeylərə elmi vardır. Allah Taala'nın sıfatı sübutiyyəsindən biri də və altıncısı da Allahın əzəli, əbədi olmasıdır. Qalə, Əllamə Hilli buyurur ki, Əs-sadisətu, Allahın sıfatı sübutiyyəsindən altıncısı, Ənəhu Teala qədimun əzəliyyun, Allah Taala qədimdir, özü də əzəlidir. Baqin əbədiyyun, və baqidir, özü də əbədi. Nə üçün? Li'ənəhu vacibül vücud, dəlili bundan ibarətdir. Allah Taala vacibül vücuddur. Vacibül vücud bizzat ki, sən dərslərdə ispat olundu. Fəyəstəhilu ədəmus sabiqu və lahiqu əleyhi. Bəs əgər Allah Taala vacibəl vücud bizzatdırsa, ədəm sabiq və ədəm lahiq də ona mahaldır. Burada qədimi əzəli, baqi əbədin gərək biz məna edək. Qədimi əzəli buyururlar, bu 4 dənə sifətçi deyildi. Qədimun əzəliyyun, baqin əbədiyyin. Qədimi əzəli eyni mənadadır. Qədimi əzəli o varlığa deyilir ki, hər bir zaman istəyir ki, həqiqətən keçmişdə o zaman olub və yaxud da fərz olunur. O zamanlar ki, həqiqətən olub və yaxud da elə bir vaxtdır ki, əsən zaman təsəvvür olunmur, lakin fərz olunur. Bütün o zamanların hamısında o varlığın vücudunun labüd olmasıdır. Yəni, keçmiş zamana nisbətdə hər nə qədər zaman həqiqətən olub və yaxud da fərz olunan bütün zamanların hamısında Allahın var olmasına nə deyilir? Qədimu əzəli. Yəni, başqa sözlə desək, Allah Taala qədimi əzəlidir. Yəni, elə bir vaxt fərz olunmur ki, Allah Taala o zamanda olmasın. Ədəm-i sabiq, yəni bir ədəm olsun, sonra ondan qabaq ədəm təsəvvür olsun, sonra Allah olsun. Bunun mənası Allah barəsində yoxdur. Allah Taala qədim, özü də qədimi bizzatdır. Nəinki qədimi zamanı, mələklər barəsində qədimi zamanında məna qəbul etmək olar. Yəni bir zaman var idi ki, mələklər yox idi, sonradan oldular. Hətta deyə bilərik ki, hələ zamanı yox idi, mələklər var idi. Zamanı yox idi, hələ mələklər var idi. Yəni zaman baxımından qədimdir. Lakin mələklər mücərrəd aləmdə olan varlıqlar, mələkut aləmində olanlar, üqulu əşərə ya başqa varlıqlar ki, mücərrəd aləmindədir ki, bunlar ola bilər elə bir zaman, hətta zamandan qabaq mövcud olsunlar. Amma zatən bunlar nədirlər? Qədim deyildir, hadisdirlər. Biləxərə zat etibarından hadisdirlər. Amma Allah zatən qədimdir. Yəni varlığı üçün heç bir ədəm təsəvvür olunmayıb. Nə üçün? Dəlili nədir? Dəlilinə də işarə edəcək. Çünki Allah Taala vacibəl vücuddur. Vacibəl vücudun barəsində özü də vacibəl vücudu bizzat. Ədəmin keçmiş zamanda təsəvvür olunmur. Bəs bu baxışdan ki, elə keçmiş zamana nisbətdə bütün zamanlar ki, həqiqətən olub və yaxud da fərz olunur, bütün zamanlar ki, mühəqqəqətən ya müqəddərətən bunların hamısında olan bir varlığa qədimi əzəli deyirlər ki, Allah barəsində yalnız sidq edir ki, Allah da qədimi əzəlidir. Başqa bir tərəfdən gələcəyə nisbətdə deyirlər baqin əbədiyyin. Yəni elə bir zaman olmayacaq ki, istəyir o zaman həqiqətən olsun və yaxud da fərz olunsun. Hər bir zamanda Allah Taala olub və gələcəyə nisbətdə də əbədən olacaq. Buna da deyirlər baqin əbədi. Məsələn, Allah Taala'nın 6-cı sifəti sübutiyyəsi Allah Taala'nın əzəli və əbədi olmasıdır. Əzəli keçmişə nisbətdə, əbədi gələcəyə nisbətdə. Lakin bunun adına qədimu əzəli keçmişə nisbətdə deyirlər, baqin əbədi gələcəyə nisbətdə deyirlər. Bu iki sifətin hamısını əvəzi eləyən Allahın sərmədi sifətidir. Sərmədi, yəni həmişə olub, ədəm ona nisbətdə, keçmişə nisbətdə olmayıb və həmişə də olacaq. Buna deyirlər sərmədi. Bu da asandır. Lakin bu dəlilinə diqqət edin. Nə üçün Allah Taala qədimdir, əzəlidir və əbədidir? Bunun dəlili bundan ibarətdir. Allah Taala keçən dərslərdə isbat olundu vacibəl vücuddur. Əgər vacibəl vücud olmasaydı, bu aləm olmazdı.
Vacibəl vücud bizzatdır. Vacibəl vücud bizzat. Vacibun min cəmi'il cihad. Bütün cəhətlərdən vücud onun üçün zəruridir. Elm baxımından, qüdrət baxımından da bütün sifat sübuti hamısı onun üçün nədir? Vacibdir. Oxuyaq, bu da asaddır. Qalə əs-sadisətu ənəhu təala qədimun əzəliyyun baqin əbədiyyun. Allah Teala qədimi əzəlidir, baqidir, əbədən. Nə üçün? Ləənnəhu vacibul vücud. Çünki Allah Teala vacibəl vücuddur. Vacibəl vücud olmağı da sabit olundu. Fəyəstəhilu, əgər vacibəl vücuddursa, fəyəstəhilul ədəmus sabiq və lahiq əleyhi. Ədəm iki keçmişdə və yaxud da ədəm iki gələcəkdə olacaq, Allah barəsində mahaldır. Əqulu Fazil Miqdad buyurur ki, hazihi sifatul ərbəə lazimətun li vücubi vücudihi. Bu dörd sifət ki, işarə olundu, qədimi, əzəli, baqi, əbədi. Bu dörd dənə sifət Allahın vücudunun vacibliyinin laziməsidir. Yəni, əgər biz qəbul etdiksə, Allah Teala vacibəl vücuddur, vacibəl vücudun laziməsi budur ki, həmişə olsun, olub və həmişə də olacaq. Lakin qədimu əzəlini və digər kəlmələr ki, burada işlətdi, onu məna edir. Buyurur ki, fəl qədimu vəl əzəliyyu huvəl musahib li məcmuil əzminə. Qədimu əzəli o varlığa deyirlər ki, musahibdir bütün zamanlar. Yəni, bütün zamanlarda olmuşdur. Bütün zamanların hamısı əhatə eləmişdir. İstir o zamanlar əl-muhaqqəqə, həqiqətən o zamanlar olub, ya da əslən zaman olmayıb, vəl-müqəddərə fərz olunur. Əlbəttə, qədimu əzəli bin nisbəti ilə canibil mazi, keçmiş zamana nisbətdə. Vəl-baqi huvəl-müstəmirrül vücud. Baqi o varlığa deyirlər ki, vücudu müstəmər olsun, davamlı olsun. Əl-musahibu li-cəmil əzminə. Elə bir vücudu müstəmir olsun ki, bunun vücudu musahib olsun, həmrah olsun bütün zamanlarla. Diqqət etsəz, qədimlə əzəlini eyni məna kimi tərif etdi Fazil Miqdad. Amma baqi ilə əbədini biraz fərqli məna elədi. Baqi yəni müstəmirrül vücud. Amma əbədi huvəl musahibu li cəmiil əzminə. Əbədi o varlığa deyirlər ki, bütün zamanlarda həmrah olsun. Lakin muhaqqəqətən kanət, həqiqətən o zamanlar gələcəkdə olacaq, əv müqəddərətən ya fərz olunacaq. Əlbəttə, bir nisbətə iləl canibil müstəqbəl. Bu dörd dənə sifəti əvəz eləyən bir sifət var, o da sərmədi sifətidir. Bu ki, və sərmədiyyu yəummul cəmiə. Sərmədi sifəti bütün bu dörd dənə sifətin dördünü də əhatə edir. Yəni, həm ədəmi sabiqi nəfi edir Allahdan, həm ədəmi lahiqi Allaha nisbətdən nəfi eləyir. Dəlil nədir ki, Allah Teala qədimi əzəlidir, baqi əbədidir? Bu ki, və dəlilu ələ zalik huvə. Dəlil bundan ibarətdir. Ənəhu qəd səbətə. Sabit olub ki, ənəhu vacibəl vücud. Keçən dərslərdə sabit olunur ki, Allah Teala vacibəl vücuddur. Əgər vacibəl vücuddursa, fəyəstəhilu əleyhil ədəm mutləqa. Ədəm mütləq şəkildə ona mahaldır. Səvan kanə sabiqən, istər ədəm sabiq olsun, mahaldır. Əlbəttə, ədəm sabiq olsun, əla təqdiri ən la yəkuna qədimən əzəli. Yəni, bu təqdirlə ki, Allah Teala qədimi əzəli olmasaydı, ədəmi necə olardı? Ədəm ona sabiq olardı. Əv lahiqən, fərq eləmir. Ədəm Allah üçün mahaldır. İstəyir sabiq olsun, ya lahiq olsun. Əla təqdiri ən la yəkuna baqiyən əbədiyyən. Və iza istəhalələ ədəmul mutləqu əleyhi, vaxtı ki, sabit olunur ki, ədəmi mütləq Allah üçün mahaldır, səbətə qidəmuhu və əzəliyyətuhu və bəqauhu və əbədiyyətuhu. Bəs Allahın qədim olmağı, əzəli olmağı, baqi və əbədi olmağı sabit olunur. Və huvəl mətlub. Elə mətlub da bu ki, Allahın qədim və əzəli, baqi və əbədi olmağın isbat edək. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.